Bu bilirsiniz də Saudi kralının oğludur. Yəni bu şahzadədir də Saudi. Nəysə bunu mən istəmirəm belə. Bununla bağlı deyil. Ümumiyyətlə ərəb axınından danışıram. Ərəblər ki Azərbaycana gəldilər 2015-də. Yəni Azərbaycana gəlib necə bir müsəlman dövləti kimi yox, gəlib bura deməli əxlaqsız bir ölkə kimi baxırlar. Müsəlmana bu bizim alçaqlara deyirəm də, bizim bu dindarlardır, bunları qondarma. Bayraq eləyiblər, İslam adı, Şiə adı, alçaqlar. Biri demədi ki, ərəb bura niyə, hansı gözlə, niyə? Bizim lap əxlaqsız qızlarımız varsa da olsa, kimin nə icazəsi var? Ərəb ona pis gözlə baxmalıdır. Kim deyir ona? Onlar baxmaq. Gör nə qədər bizi nə sahiblər, nə sahiblər ha. Görün bizi nə sahiblər. Gəlib sənin gözünün qabağında qızlara sataşırdılar. O cəhənnəmi, hələ o cəhənnəm qızlara sataşmalı. Gəlin meymunçuq zad eləyirlər, o heç. Onu da bağışlayın. Bunlar arvadlarını o çadırın altında yediriblər, gəliblər şəhərə. Özləri tumanda görürsünüz da. Qardaş, indi qızın görür ki, dizdən bir aşağı bir qız, iki kadınla kişinin seçilməyi, yəni yüzlü, yəni seçilir də bu kadınla kişinin. Bu pis şey deyil. Yəni biz heyvan deyilik ki, ona pis baxaq. İndi bunlar heyvandırsa, Tanrı onları cəzalandırıb, hələ biz anlamırıq. Biz onu hər şeyi İslam dini ilə bağlayırıq. Toz olan yerdə, hamam olmayan yerdə şirk, qumlaq, o qum dolur başıya, üzüyə, çinməyə də yoxdur. Onu örtüblər də, min illərlə. Xristiyanlar da, müsəlmanlar da, başa düşdünüz? Qumlaqdır, küləyin qabağında ən yaxşı paltar oymuş. Elə bağlasınlar, göz görmür, heç nə görmür, tərtəmiz qalırlar. Bu bir. İkincisi, bütün Avropalılarda hələ heyvan düşüncəsi var idi. Yəni qızın üzünü görəndə, açıq görəndə atlanıb onu aparıb oğrayardılar. Başına nə onu gətirərdilər. Heyvan da, heyvan. Ona görə Tanrı şeydir. Və arvadlarını qorxurdular ki, birdən başqa kişi görər. Arvadlarını evdən buraxmırdılar. Gedirdilər müharibəyə, ölürdülər. Ölürdülər, kadın da bağlı qalıb. Kadına da dəmirdən paltar geydirirdilər, zamuqu da götürüb haçara aparırdılar. Ölürdülər, bu qız da belə ölürdü, nəsil kəsilirdi, savadsızlıq, müdafiə eləyən yox. Yəni, düşman girir, arvadları baxmır, örtülürsən, nə istəyir eləyir başını. Başa düşdünüz, ay türk, bədbəxt. Üz bağlamaq nə deməkdir? Türklərsə, eramızdan əvvəli danışıram. Qız uşaqlarını öyrədirdilər atın üstündə döyüşməyə. Üzləri açıq, gözəl geyimdə bilirsiniz də. Bunu bir dənə nümunə göstərim. Görürsünüz, bizim Tomris Xatundur. Onun rolunda xanım oynayır. Yəni bizim geyimə baxın, qızlar döyüşçülərimiz də. Yəqin ki, baxmısınız. Ertuğrul'da baxmışsınız kinoya, Türkiye kinolarına baxırsınız. Qızlar yəni döyüşçü kimi böyüyürlər, özünü müdafiə, kişi yoxdur. Kim müdafiə eləyəcək? Üzüyü bağla, çadırın altında otur, gəlib səni evində girib öldürəcəklər də. Ona görə üzləri aşıq olub, kişilər də heyvan olmayıblar. Bu, ərəb heyvan kimin qaldı? Yəni, İslam gələndə nəyə görə biz əziyyət çəkdik ki, bizdə də başladılar örtməyə. Anlamadılar. Qardaş qardaşa inanmadı. Belə müharibələr uduzdu, belə imperiyalar dağıldı. Qızlar erməni qızlarını almaqla, Rus qızı almaqla, Yunan qızı almaqla, Fransız qızı almaqla gəldilər, imperiyasını dağıtdılar. Bu bir. İkincisi, İspanlardır, Portugaldır, Avropalılar falan. Başa düşdülər ki, bu qızı mən bağlayıram zamuqa, axır ölürəm. Nəsil hakim artır.
atdılar. Yəni Tanrı onların ağlını sağlamlaşdırdı. Başladılar qızları öyrətməyə, üzləri açıq. Kişilər heyvanlığı atdı. Yəni atlanıb heyvan kimi küçədə görüb atlanmırlar da. Yəni qızlar gözəl, sinə açıq, gözəl üzləri, geyimi, ta demirəm indi çimərlik paltarında. Heç bir kişi yəni pis baxmadı. Qeyrətli kişi də qıza pis baxar. Qeyrətli kişi adam öz xanımına, adam öz qonşusuna, adam öz millətinə pis baxar. Gözəl də qonşunun xoşuna gəlir, indi ayağı dizdən yuxarı geyibdir. Özü xoşuna gəlir, indi sənin xoşuna gəlir. Türklərsə, xristianlarsa onu atdılar, başladılar qızlar savad oxumaq, döyüşçü yavaş-yavaş etdilər və ailəni qızlar qorudu. Kişi yoxdur da kim qoruyacaq? Çadranın altında otur, qoruya bilərsən? Yox. Öyrədə bilərsən oxumaq, uşağa nə öyrədəcəksən? Evdə oturub çadranın altında. Ona görə ərəblər düzəlmədi, ərəblər heyvan kimi qaldı, çadrada da qaldı elə altında. İndi getginə çadranın altında bu gedib öz ailəsini müdafiə eləyə bilər, kişi yoxdur da. Gedib pul qazana bilər, alver eləyə bilər, işləyə bilər. Elmdə, idmanda, nəysə də belə o ərəb o çadran altında nə edə bilər? Uşağına çörək hardan gətirəcək? Yox, ər yox, qardaş yox. Müharibədə ölüblər. Türk də başa düşmür bugünkü o örtmək sözü, üzü. O yəni deməli biz heyvanıq. Yəni mənim qardaşım mənim arvadımı görsə atlanar. Qonşu görsə mənim arvadımın üzü açı atlanar. Ha, belə millət özünə hörmət qoymursa, qardaş, mən bu millətin... Sən ərəb yaxşı, ərəb heyvandır. Sənə nə olubdur? Ərəbə dedilər ki, yəni nə bu kimir, nəzət, o cəhənnəm, o bir versiyadır. Bağlayın. Amma bunu gördü ki, bu heyvan da bu dizdən aşağı görən kimi, dizini, kışını görən kimi atlanır arvadın üstünə. Üzünü görən kimi atlanır arvadı biabır eləyir. Yəni bu heyvanlıq qalıb içəridə, daveriya yox, inanc yox, ona görə də belə də davam edir. Amma biz heyvan deyilik. Biz Türk uşağı, qız uşağı onun döyüşçü də, onun ailənin də aparıcısı, qüvvəsi olmalıdır. Qız uşağı döyüş də bacarmalıdır, gözəl də geyinməlidir, qorxmamalıdır. Bizim qızlar niyə kişilərdən qorxmalıdır? Kişi niyə arvad alır qorxur? Ha? Əgər sən qorxursan arvaddan, arvadın gedib səni satacaqsa, qardaş, onda nəyə alırsan? Qorxa-qorxa evdə onun çadranın altında saxlayırsansa, bu nə kişilikdir? Mən niyə arvadı problem eləyirəm? Arvaddır, gedib məni satıb gəzib cəhənnəmə getsin. Getsin. Onu da onun üstündə getsin. Adam niyə qorxur arvaddan? Əgər arvad səni satırsa, satqına niyə ürəyi tutursan? Niyə girsən xalqın kişini öldürməlisən? Niyə arvadı öldürməlisən? Səni satdı, xoşu gəlmədi səndən. Burada nə var? Qoy, kimdən xoşu gəlir, getsin, ondan xoşbəxt olsun. Niyə zorla tutub saxlayırsınız? Qızı zorla verir ərə, sonra gedir boşanır, gedir başqası ilə görüşür, gedib öldürürlər. Arvadı sevmir, arvadı gedir başqasına gəzir, arvadını öldürür. Dəlisini, bütün dünya arvaddır, ged arvad al da. Kişi niyə gedir arvadı öldürür, deyir arvadımdadır, cəhənnəmə. Bu qeyrətin nə adiyyəti var burada? Erməni zorlasa, Rus zorlasa, onda qeyrət, namus var. Burada arvad səni sevmir, gedir başqasıyla gəzir, deyir mənim qeyrətim. Ay, başdan xarab. Sevgi, qeyrət, başqa şeylərdir. Bunun qeyrətin nə adiyyəti var? Sevməyən adama zorla deyir, məni sev. Zorla məni necə sevsin? Məni sevmir bu adam. Mən durum o qızı öldürüm. Mən sevməyən adam da evimdə saxlayıram. Getdi xalqın kişisi ilə gəzir, kişini gedim öldürüm. Arvadı öldürüm, hə bu qeyrətdir o da.
Sevmir də məni. Mən niyə zorla gələ tutam onu saxlayam? Hə? Nə qədər bu. Ona görə bu ərəb düşüncəsini arvaddan kişi ki qorxur ki, arvad bunu satacaqsa qardaş o kişi demirəm. Birinci evlənməklə. Birinci. Bədbəxt eləmə, nə özüylə də onu da. Qardaş, qorxursan qardaşına, qorxursan qonşudan, qorxursan sən üzünü arvadı görsə, sənin arvadın bu nə milləti? Bir millət ki, burada gözəl geyimdə çıxıblar, heyvan özünü sayırsa nə milləti? Biz heyvan deyilik Türklər. Yəni bunu anlayın. Bunun İslam'a adiyyəti yox bu heyvanlığın. Qurana adiyyəti yox. Müslümançılığa adiyyəti yox. İnsan olmaq lazımdır. Əgər insan deyilsən, heyvansan, bunun istəyirsən, neyin ilə eləsinlər, sən adam olmursansa, nə Quran kömək eləyəcək, nə şiəlik, nə müslümançılıq. Əgər sən insan olmadısa, qardaş, onun öz problemi. Get dənizə özünüzü atın. Qorxa-qorxa gəzmək, qorxuram, arvadıma söz deyəcəklər. Bu nədir? Biz düşmanıq, qadınlara pis baxaq. Gözəl geyinib çıxıb da, burada nə var? Xoşa stil gəlsin, burada nə var? Niyə pis gözdən, xəstə gözdən baxmalısın? Yəni sözüm budur. Adam olmaq lazımdır. Qadınları deyirəm sizə, savadda, hər şeydən üstün olmalıdırlar. O aparıcı qüvvədir. Səndən sonra sən ölürsən, o bədbəxt qaldırmalıdır dövləti, milləti. Bildin? Ay bədbəxt.